Bugün ən müəmmalı ölümlərdən biri barəsində danışmaq istəyirəm. Qısa müddətdə populyarlaşan və intihar edən aktyor barəsində. Əvvəlcə oynadığı filmdən bir səhnəni izləyək. Ona mən 100 dəfə demişəm. Elə adamlar var ki, onlara bir tikə quru çörəkdən ötürü ağız açmaqdansa, acından ölsən yaxşıdır. O 1953-cü ildə doğulub və ilk filminə 1986-cı ildə çəkilib. İlk çəkildiyi filmin adı Aşkarsızlıq şəraitindədir. O, bu filmdə müstəntiq rolunu oynayır. İlk filmdən baş rolu çəkildiyi üçün diqqətləri üzərinə toplayır. Bundan sonra ard-arda filmlərə dəvət alır. Özgə ömür, Şahid qız, Zirzəmi oynadığı filmlərdəndir. Lakin o bir müddət sonra 1995-ci ilin 31 dekabrında özünü dənizə ataraq intihar edir. Onun intihar səbəbi indiyə qədər də aydın deyil. Haqqında hətta internetdə məlumat da tapmaq müşkül məsələdir. Onun adı Çingiz Şərifovdur. Ruhu şad olsun. Bəs adını çəkdiyim filmlərdən hansıları izləmisiniz?